Assalamu aleykum əziz dostlar, gözəl zakat alanlarımız. Dostlar, talamızın gözəl bir dənə yerində həyətyanı torpaq satışa çıxır. Baxın dostlar, deməli bura Durmagəl restoranıdır. O yol trası bir dənə zəhmət olmasa operator trası göstər. Trasdan deyərdim bir 200-250 metre içəridə peşə məktəbinin idarələri keçən kimi inşallah qarşıda bir dənə küçəndə göstər zəhmət olmasa operator. Qarşıda inşallah 4,5 sot, 4,6 sot həyətyanı torpağımız satışa çıxır. Tam yolun kənarı, tam asfaltın üstü. Çox da gözəl, çox da münasib yerdir. Qazın suyu, işığı daymadı. Bir də zəhmət olmasa operator yaxından göstərəm. Və əziz dostlar, gördüyünüz bu tras düz yolun üstü, Durmagəldən bir 50 metre içəridə. Dostlar, çox gözəl, çox münasib yerdir. Baxın, asfalt. Deməli, bu talanın içinə o qırağa da çıxsan, bu qırağa da çıxsan, çox münasib. Bax, qaz xətti. Qaz xətti yanında işıq, rabitə, hər bir şey, suyu da içində var dostlar. İçində navesi də var. Tam yolun asfaltın kənarıdır. Bir də zəhmət olmasa gəl, elə bir başa söndürməyəcək. Bax dostlar, daxil olur bura. İnşallah daxil olur. Gözəl bir dənə darvazaları. Deməli, mişar daşından həyətdə qəşəng kubiki baxın. 4 tərəfi bərkilidir dostlar, 4 tərəfi bərkilidir. Belə bir dənə naves. Deyərdim haradasa 6-nın 15'ə, 14'e bir dənə naves. Bir dənə zəhmət olunca yaxında güzel. Qonşumuza kakaz burada. Salam aleyküm. Aleyküm salam, hoş geldiniz. İyi, yaxşı qonşu olsa deyil, kör qız ərə gidə. Həqiqət, çox gözəl insanlar. Allah canını sağ olsun. Güzel yerdi. Gəlin, yeri də soruşdum. Dostlar, yerin sahibləri Bakıdadır. Bax, qonşu da deyir, bax, münasib, yaxşı yerdir deyir. Məsləhətli yerdir. Və əziz dostlar, yeri də görürüz, 4 tərəfi bağlı. Bax, gəl bir dənə yaxından baseyn yanında göstər zəhmət olmuşlar. Bax, burada baseynəsi də var. Yakında gaz var. Bax, baseynə var. Gaz var. Burada belə navesin başında balaca bir dənə otaq var. Allah hamam tuvalettir. Bəli, orada da hamam, bəli, sanitariya və sanitar qoşağı var deyir. Bax, qonşunun deməyinə görə burada su xətti də var. Su xətti də var orada. Yəni su çəkib vaxtı mümkün dostlar. Xətt yaxındadır. Dediyim ki, Durmagəldən çox münasib yerdə, talanın da çox gözəl. Bax, birinci talalara müraciət edirəm ətrafa. 1, 2, 3 tala. Gəlin. İnşallah indi ətraf rayonlar kim alar, məsələn ətraf kəndlər, kim istəyir ala bilər, zakatı alamızdır. Gəlin dostlar, kim belə bir dənə gözəl, münasib yerə əldə eləmək istəyirsə, kim belə yerdə ev tikib, inşallah şadlıqlar keçirməyə Allah qismət eləsin. Belə bir yerdə istifadə edib yaşamağa istəyirsə, navesi var, hazır navesi, bir dənə ev istəyir. Bir dənə operator navesi də göstər, bir də zəhmət olmasa. Bir dənə burada qəşəng ev tikilməlidir və salam. Fındık da var. Bəli, fındığımız var, məsələn, xurmadan var, almadan var, armuddan var, gilas bax. Bilmirəm, ağ gilaslı mı, qara gilaslı mı? Ondan da var. Gavallar var, xurmalar var, fındıq ağacları var. Yəni gir sakit yerdir, gözəl yer. Talan da çox münasib, gözəl yerdir. Və dostlar, gəlir Kupça. Kupça söhbəti də Kupça həyətyanıdır. 4,6. Kupçadan qorxmayın. Rəsmi Kupçalı. Rəsmi Kupçalı yerdir. Yəni pay torpaq deyirlər, təmiz Kupçadır. Yəni ev tikmək üçün münasib. Qazda çəkə bilərsən, işıqda, hər bir şey yanındadır. Divarın o tərəfində hamısı var. Və dostlar, gələk inşallah əlaqə nömrəyə. Dostlar, birbaşa sahibinin nömrəsini deyəcəm. Yəni burada ikinci, üçüncü adam söhbət yoxdur. Bax, qonşu da yanındadır. Və dostlar, nömrəni deyirəm inşallah. 050 806 50 23 050 806 50 23 nömrəsinə zəng eləyin dostlar. Adı Rəhman. Adı da Rəhman qardaşdır. Çox da yaxşı insandır. Çox da canlara deyər. Və dostlar, həyəti də görürsünüz. 4 gün, dediyim ki, təkrarçılıq olmasın. Durmagəl restoran, peşə məktəbi, idarələri çox gözəl, sakit. Və əziz dostlar, və gələk qiymətə. Qiymətdə də deməli 20.000 deyilir. İlkin qiymət 20'dir. Yəni Rəhman qardaşın dediyinə görə deyir ki, real alıcı ilə razılaşma yeri olacaq. Yəni endirim olacaq. 20.000 deyilir, 4,6. 20.000 deyilir, real alıcı ilə razılaşma yeri olacaq inşallah. Sağ olun.